Bugün şəhərdə svetoforların ağaclar tərəfindən bağlanması böyük bir problemə çevrilir. Və bu da təbii ki, sürücülərə böyük çətinlik yaradır və onların cərimə olunmasına səbəb yaradır. Və bu prosesin həyata keçmək üçün bir neçə dövlət orqanına müraciət edirsən, inanın ki, yazda olan müraciət gəlib çatır payıza, payızda isə ağacların yarpaqları tökülür və svetofor görünən hala gəlir. Bakı şəhər sakini Mübariz Hacıoğlu Bakının küçələrində hərəkət edən, tıxaca düşən, ağacların arxasında gizlənən işıqforlara görə cərimələnən sürücülərdən biridir. O deyir ki, şəhərin bəzi ərazilərində ağacların sürətlə böyüməsi və vaxtında budanmaması səbəbindən işıqforların üzəri tamamilə örtülüb. Nəticədə sürücülər və piyadalar işıqfor siqnallarını görməkdə çətinlik çəkir. Bu da yol hərəkətində ciddi qarışıqlıq və təhlükələr yaradır. Amma digər tərəfdən nişanlar quraşdırılanda işıq dirəkləri və yaxud da ki, digər xəbərdarlığı nişanlar elə qoyulur ki, bəzən sürücü maşında oturanda işıqforu görmür. Və bu da ki, öz növbəsində maşını yerindən gec tərpətməyə səbəb olur, digər maşının əlavə səs siqnalından istifadə eləməsinə səbəb olur. Ona görə də bununla bağlı aidiyyatı dövlət qurumlarına biz müraciət eləmək istəyirik ki, xahiş edib bunu nəzərə alsınlar. Gedin Qaraqarayev prospektinə, gedin şəhərin mərkəzinə, bütün yollarda belə problem var. Bu vəziyyətdən şikayətçi olan yalnız Mübariz Hacıoğlu deyil, digər vətəndaşlar da eyni problemlə əziyyət çəkirlər. Onların sözlərinə görə bu problem sürücülər və piyadalar arasında çaşqınlıq və narahatlıq yaradır. Təhlükə yaradır, o görünmür, ağaclar qarşısını alır. Normal piyadalar onu görməlidir ki, hər yerdə svetofor işlədiyini görsün və onlar üçün asanlıq yaratsın. Qəzaların çoxu elə başlayır da. Svetoforun üstünü bağlayır ağac, bizə görmürük, yaşıldır, qırmızıdır, keçirik, qəza baş verir. Sürətdən gəlirsən, görmürsən. Bəs bu istiqamətdə hər hansı bir işlər görülürmü və işıqforlara baxış keçirilirmi? Sualımıza cavab tapmaq üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, svetoforların siyasi tərtib olunaraq ağacların budanması üçün aidiyyatı dövlət qurumuna göndərilib. Stat: Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxt yollarında monitorinq aparıblar. Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış 34 yol ayrıcında olan svetoforların siyasi tərtib olunaraq ağacların budanması üçün aidiyyatı dövlət qurumuna göndərilib. Statın sonu: Açıqlamadan sonra aidiyyatı üzrə Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin nə sorğumuza, nə də zənglərimizə cavab verən olmadı. Sakinlər də biz də ümidlə aidiyyatı qurumların məsələni diqqətə alaraq problemi aradan qaldıracaqları günü gözləyirik. Aytən Verdiyeva, Arif Əliyev, Orxan Balayev, Səma Qurban, APA TV.